Biz hal-hazırda Novxanı qəsəbəsindəyik. Bir neçə gün bundan əvvəl 4 aylıq ev dustaqlığı həbs qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyevin Novxanı qəsəbəsində yerləşən gördüyünüz bu möhtəşəm malikanəsinin qarşısındayıq. Əlbəttə, buna ev demək olmaz, bu malikanədir. Demək olar ki, ev təxminən 1 hektardan artıq ərazidə yerləşir və evin içərisində demək olar ki, hər şey var. Yəni çöllə içəri demək olar fərqlənmir. Əyləncə yerləri, asilə vaxtın keçirilməsi üçün yerlər, əyləncə məkanları və s. yerlər var. Hesab edirəm ki, Ramiz Mehdiyev bu 4 ay həbs qətimkan tədbiri seçilmiş 4 ay müddətində bu böyük malikanədə onun fikirləşmək üçün kifayət qədər vaxtı olacaq. Elədiyi qanunsuzluqlar, dövlət çevrilişinə cəhd, ədalətsizliklər, hakimiyyəti zorla ələ keçirməklə bağlı kifayət qədər fikirləşə biləcək. Bu böyük malikanənin içərisində əlini belinə qoyaraq gah irəliyə, gah geriyə, gah sağa, gah sola gedərkən hesab edirəm ki, Ramiz Mehdiyev bu elədiyi qanunsuzluqlar barədə fikirləşməlidir. Fikirləşərkən onun bir özü, bir də vicdanı olacaq. Baxaq görək, bu elədikləri qanunsuzluqlar və ədalətsizliklər barədə dövlət çevrilişinə cəhd və qanunsuz pulların legallaşdırılması ilə bağlı məsələlər barədə öz vicdanı qarşısında hesabat verə biləcəkmi və ən əsası bu elədiklərini etiraf edə biləcəkmi?